Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizler için çok güzel bir meditasiya hazırlamışam. Pul meditasiyası. Bu meditasiya bizim daxili şuurumuz ve eyni zamanda özümüzü yeniden tapmağımız, üzerimizde olan pul blokajlarının açılması için. Gəlin ilk önce dərindən nəfəs alaq. Burun nahiyəsindən aldığımız nəfəsi burun nahiyəsindən də geri verin. Ve bu alanda gözlerinizi yumun. İndi isə bugüne kadar pulla bağlı beyninizde olan bütün informasiyaları silin. Pul el çirkit değil. Çok pulu olan insanlar xoşbəxt değil. Pul xəstəlik gətirir. Pul qorxu gətirir. Bu kimi cümlələri kimlərin sizə xatırlatdığını beyninizdən bir daha keçirin. Daha dərindən nəfəs alın. Nəfəsi geri verin. Və bu cümlələrin hayatımıza ait olmadığını hissedin. Bu bir enerjidir. Bu sadece insanların maddi alemde yaşaması için bir enerjidir. Pul ile dost olmak lazımdır. Bu bir enerjidir. Bu bir enerjidir. Bu bir enerjidir. Her nefes alıp verişinizde düşünün ki maddi blokaj açılır. Şuurumuza, əqlimizə bu vaxta qədər, bu zamana qədər yeridilmiş pulla bağlı bütün informasiyalar silinir. Bu bir enerjidir. Her nefes alıp verişinizde pulla bağlı olan bütün xoşbəxtliyi hiss edin. Ve hiss edin ki büyük axar bir çayın kenarında derinden nefes alıp o çayın akışını hissedirsiniz. O çayın akışını hissedirsiniz. Ve o çayın akın suretiyle fikirlerinizde, hayatınızda bütün narahat məqamlar, maddi bolluqla əlaqəli bütün problemlər axıb gedir. Və özünüzü rahat, güvəndə, qorumada hiss edirsiniz. Və düşünün ki, bu alanda, bu məqamda daxili zənginliyə çatmışsınız. Daxili zənginlik sizinlədir. Bu dünyada ağaçlar sizin nəfəs almağınız üçün, meyvələr sizin qidalanmağınız üçün, heyvanlar sizin qidalanmağınız üçün, sular sizin içməyiniz üçün, əkinlər sizin qidalanmağınız üçün. Nə qədər yaradan bizim kainata bolluq vermiş. Bu bolluqların hər biri bizim üçündür. Bunun üçün Yaradana teşekkür edin. Bütün bolluq və bərəkəti üçün, bütün yaradılış üçün Yaradana teşekkür edin. Hər sabah nəfəs alıb verişimiz, hər axşam nəfəs alıb verişimiz, bütün 24 saat ərzində, 365 gün, 12 ay ərzində nəfəs alıb verişimiz ve bu dünyada var olmamız için Yaradanımıza teşekkür ederiz.
İndi isə daha dərindən nəfəs alırıq və bu alanda hiss edirik ki, bütün daxili boğuq, bütün daxili narahatçılıqlar üzərimizdən gedir. Bu buluqlar, bu narahatçılıqlar bizim maddi aləmdə maddiyyat əldə etməyimizə mane olan bütün negativ düşüncələrdir. Bu negativ düşüncələri üzərimizdən atırıq. Bunlar bizə aid deyil. Bolluk, bərəkət və kainatın bütün zənginliyi bizə aid. Təşəkkür edirik, təşəkkür edirik, təşəkkür edirik. Əzizlərim, hər birinizə təşəkkür edirəm. Bolluk və bərəkət arzulayıram hər birinizə. Alın-verim dengisi üçün yoruma təşəkkür edirəm. Bəyənib paylaşmağı unutmayın. Hər birinizə şəfa olsun mənim əzizlərim.